Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Şəbnəm Tovuzlu həmkarı Pünhan Piriyevin nişanlısı ilə birlikdə görüntülənib. O, Şəbnəm Tovuzlu Pünhan Piriyevin nişanlısına nəmər olaraq $200 verib. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki, Pünhan Piriyevin toyu sentyabrın 28-də Hacıqabul rayonunda baş tutacaq. Pünhan Piriyevin sosial şəbəkədə nişanından da möhtəşəm görüntülər paylaşılmışdı. Həmin görüntüləri də sizlərə təqdim edirəm. Manaf Ağayevin bu günləri Azərbaycan sənətində bu günlər Manaf Ağayevin 62-63 yaşı var. Bilmək olmur ki, bu günləri hansısa bir xanəndə, hansısa bir müğənni, hansısa ara müğənnisi gəlib o yaşa çatacaq və o yaşda da toy idarə edəcək. Məlum məsələdir ki, bu günləri nədir o? Əli Vəliyev. Əli Vəliyevlə Manaf Ağayevin arasında gedən söz-söhbət, gedən qalmaqal bu günləri bütün hər yerdə Azərbaycanda bütün müzakirələr səbəb olub ki, Əli oradan canlıda açır söz deyir, video çəkir, Manaf haqqında xoşagəlməz ifadələr səsləndirir. Mənim xahiş edirəm canlımı bəyənin, mənim canlımı da qayd edin. Yəni mən olanı danışacağım. Yəni 8 il bundan qabaq mən Manaf Ağayevi görmüşəm və tanımışam yaxından. O insanı mən 8 ildir tanıyıram və ailəvi get-gəlimiz də var. O insanın həqiqətən də böyük ürəyə sahib olduğum mən hər yerdə demişəm ki, o insanın ürəyindən yoxdur. Manaf Ağayevi tərifləmirəm, mən olanı deyirəm. Çünki 8 ildir dostluq eləyirik. O bizim böyüyümüzdür, ağsaqqalımızdır. Sənətdə də həmişə bilmədiyimiz şeyləri olub ki, Manaf bizə öyrədib, o yaxşı yolu bizə göstərib. Bunu mən videoda çəkib paylaşardım, amma canlıda danışıram. Canlıda danışıram ki, qayd eləsinlər, xəbər sahibləri paylaşsınlar ki, Əli kimi jurnalistlər, digər bəzilər var ki, mən ad çəkmirəm. Olanı olmayanı danışmaq olmaz. Sən səs atırsan, Manafı dəvət edirsən, zəng edirsən, məclisə, Manaf ora gəlmir. Mənim də başıma gəlib. Mənim də yəni bu şey başıma gəlib. O vaxtı inşallah da orada deyəcəm. Mənim məclisə dəvət ediblər, alınmayıb, gedə bilməmişəm. Mənlə əqəbə qoyub həmin məclis sahibi və mənim onun məclisinə getməməyimə görə